Rusiyanın işğalı altında olan Krımda, o cümlədən vaxtilə yarımadanın əsas kurort şəhərlərindən biri sayılan Yaltada həyat işğalçıların gəlişindən bəri davamlı şəkildə pisləşib və Kremlin Ukraynaya qarşı geniş miqyaslı müharibəsi səbəbindən son vaxtlar artıq dözülməz həddə çatıb. Hazırda Krım əhalisi elektrik enerjisi, su təchizatı və yanacaq çatışmazlığı ilə bağlı fəlakətli problemlərlə üzləşib. Məsələn, Yaltada 24 iyula olan məlumata görə artıq 3 gündür elektrik yoxdur. Elektrik hətta bir neçə saatlıq da verilmir və işğalçı administrasiya vəziyyətin nə vaxt yaxşılaşacağını sakinlərə deyə bilmir. Yerli sakinlər bunu sosial şəbəkələrdə paylaşdıqları videolar vasitəsilə bildirirlər. Bugün 24 iyulunda vəziyyətimiz dəyişməyib. Nə su var, nə də işıq. Suyu səhər saat 7-dən 10-a qədər verirlər ki, ehtiyat toplayaq və paltar yuyaq. Amma artıq 3 gündür ki, ümumiyyətlə elektrik yoxdur. Videolardan birinin müəllifi deyib. Elektrik kəsintisi səbəbindən şəhərdə fəaliyyət göstərən müəssisələrin böyük əksəriyyəti işini dayandırıb. Yalnız generatorlardan istifadə edə bilən az sayda obyekt fəaliyyətini davam etdirməyə çalışır. Elektrikin nə vaxt veriləcəyini bilmirik. Heç bir məlumat yoxdur, video müəllifi əlavə edib. Jurnalist Denis Kazanski Rusiyalı müharibə tərəfdarı blogçu Insider Zovun işğal altındakı Donetskdə cinayətkarlığın və qanunsuzluğun artması ilə bağlı paylaşımını şərh edib. Kazanskinin sözlərinə görə blogçu baş verənlərə görə Ukraynanı günahlandırmağa çalışır. Halbuki şəhər Rusiya tərəfindən işğal olunmazdan əvvəl belə hallar yaşanmırdı. Siz Donetskə gələnə qədər burada belə hadisələr baş vermirdi və insanları küçənin ortasında oğurlamırdılar. 1990-cı illərin çətin dövrünə baxmayaraq 2013-cü ilə qədər Donetsk sakit və təhlükəsiz şəhər idi. Heç kim təsəvvür belə edə bilməzdi ki, insanlar oğurlanacaq, işgəncəyə məruz qalacaq və öldürüləcək. Üstəlik buna görə heç kim məsuliyyət daşımayacaq deyə Kazanski yazır. O bildirib ki, indiki vəziyyət Moskvanın nəzarətinin zəif olmasının deyil, əksinə onun bölgədə qurduğu idarə etmə sisteminin nəticəsidir. Bu şərh Insider Zovun işğal altındakı Donbasın qanunsuz rəhbərliyini tənqid edən paylaşımından sonra səsləndirilib. Blogçunun sözlərinə görə bölgədə tam quldurluq hökm sürür və qondarma hakimiyyət asayişi təmin etmək iqtidarında deyil. O iddia edib ki, insanlar hətta şəhərin mərkəzində oğurlanırlar. Blogçu Moskvanı vəziyyətə müdaxilə etməyə və asayişi bərpa edə bilməyən bölgə rəhbərliyini dəyişməyə çağırıb. Rusiyanın tanınmış müharibə tərəfdarı hərbi müxbirlərindən biri Aleksandr Sladkov isə izləyicilərinə Ukraynanın Odessa şəhərinin ələ keçirilməsi planını unutmalarını tövsiyə edib. Təbliğatçı izləyicilərindən birinin Rusiya ordusu nə vaxt Odessaya hücum edəcək və tanınmamış Nestiyanı bölgəyə quru dəhlizi yaradacaq sualına emosional cavab verib. Kim hücum edəcək? Kim hazırda hücum edəcək? Qüvvəmiz yoxdur. Biz indi olduğu kimi yalnız məhdud məqsədli hücum əməliyyatlarını həyata keçirə bilirik. Odessaya hücum etmək üçün böyük və yaxşı hazırlıqlı qüvvələr lazımdır. Bunlar cinahları qorumalı, şəhərə daxil olduqdan sonra əraziyə nəzarət etməli, onu təmizləməli, hava hücumundan müdafiə vasitələri yerləşdirməli, cəbhəyə yeni təchizat yolları yaratmalı və ora əlavə atəş gücü gətirməlidirlər. Bu çox mürəkkəb prosesdir. Gün bunların arxasında müxtəlif hərbi ixtisaslara malik çoxlu sayda insan dayanmalıdır. Mən hesab etmirəm ki, hazırda bizdə belə qüvvələr var, deyə Sladkov bildirib.